Elə bilmə nəzarətsizsən. Etdiyin xardal toxumu boyda pisliyin cavabını verməli olacaqsan. Balaca bir kobudluğun belə cavabını verməli olacaqsan. Amma eyni zamanda etdiyin balaca bir xeyrin belə, yaxşılığın belə qarşılığını görəcəksən. Hətta biraz daha artıq. Çünki Allah dəstəkləmək istəyəcək səni bu yolda. Amma sən birinci uğurda Allahı unutursan. Elə bilirsən özün nail oldun ona. Qərb hekayələrinin bir çoxusu da mən buna nail oldum, mən buna nail. Sən necə nail ola bilərsən ona? Uşaqlara axmaq-axmaq şeylər aşılayırlar. Mən nail oldum, girdim instituta falan bir şey. Bala sən oxudun, düzdür. Amma evin internetin pulunu kim verirdi? Evin suyunun pulunu kim verirdi? Buzdolabını kim doldururdu? Ayaqqabı kim alırdı sənə məktəbə getmək üçün? Sən valideyn nəvi görmürsən. Sənə o iti zəkanı kim vermişdi? Allah. Sənə o gözləri kim vermişdi? Tərbiyən olsun. Bir balaca uğur qazanmısan, o qarilla kimi sinəvə döyə-döyə durmusan. Ayıb deyilmi?